Bir gün Rauf köhnə bir saat tapdı. Saat adi görünürdü. Amma arxasında qəribə bir düymə vardı. Rauf düyməni bastı və zaman dayandı. Küçədə hamı donmuşdu. Maşınlar hərəkətsiz, quşlar havada asılı qalmışdı. Rauf isə tək hərəkət edə bilirdi. O, dostunun çantasını başqa yerə qoydu. Bir pişiyin papağını dəyişdi. Sonra düşündü. Bəs zaman heç vaxt geri qayıtmasa. Ürəyi sürətlə döyünməyə başladı. Birdən saatın işığı sönməyə başladı. Rauf yenidən düyməni bastı və zaman geri qayıtdı. Hamı heç nə olmamış kimi davranırdı. Rauf isə başa düşdü. Bəzi güclər sadəcə əyləncə üçün deyil. Saat birdən yox oldu və hər şey yenidən sakitləşdi.